Kim hesab edirsə pul xərclənməklə azalır, onda da o düzgün tanımayıb, həyatı tanımayıb, Allahı da tanımayıb. Əgər Allah deyir, bunu apar xərclə, sonra da azalırsa, deməli Allahın xəzinəsi tükəndi. Necə oldu ki, azaldı? O Allah ki, deyir, bunu mən istədiyim yerə apar xərclə, xəzinə onun əlində deyil. Onun əlində deyil. O görəndə ki, sən xərcləyirsən, artıqlaması ilə getirir. Necə ağacı buduyursan, sonra daha da çox inkişaf edir. Mal, sərvət xanım Zəhranın məntiqində belədir. Sən onu düz xərclə, israf eləmə. Düz lazım olan yerə xərclə, o ruzu artacaq. Çünki ruzunun sahibi Allahdır. Artmırsa əgər, səbəbin başqa şeydə axtar. Xərcləməyəvə görə azalmayıb. Sən xərcləyirsən Allah yolunda, artmırsa, otur fikirləş ki, mən kimin haqqını tapdalamışam, kimin ürəyini sındırmışam. Nəsə başqa bir səbəb var ki, ruzum həbs olunub, ruzum artmır, xərcləməyə görə deyil. Məsələn, çox vaxt valideyn adamdan narazı olanda ruzusu kəsilir insanın. Bunu mən sizə deyim. Valideynləriniz sağdırsa, çalışın onları özünüzdən razı salın. Dünyasını dəyişibsə belə bir əməl deyim sizə. Kim əməl eləyə bilsə yaxşıdır. Cümə axşamı zöhr azanından cümə günü zöhr azanına qədər. 40 həftə bunu eləmək çox yaxşıdır. Heç 40 həftəyə çatmır ki, problemlər həll olur. Təcrübədən deyə bilərəm sizə. Cümə axşamı 4-cü gün zöhr azanından cümə günü zöhr azanına qədər. Haçan olsa, haçan istəsəz, gedin dünyadan köçən valideyninizin məzarını ziyarət edin. Bir Fatihə oxuyun, İxlas oxuyun, Yasin surəsindən oxuyun. Nə bacarırsınız? Gedin eləyin. Bunu davamlı eləyəndə görəcəksiniz ki, həyatda olan problemləriniz həllini tapacaq. Düyünləri açan əməllərdən biri də budur.